Deməli, burada sizin maddiyatınızda gözəl hansısa görüşlər, duyğusal görüşlərə xərclənilən pullar ola bilər. Həmçinin də hər hansı bir görüşdə bir maddiyyat əldə etmək istəyirsinizsə, onlar uğurlu keçə bilər. Həm siz görüşlərdən yaxşı maddiyyat əldə edə bilərsiniz, həmçinin də yaxşı duyğusal görüşlərə xərcləyə bilərsiniz. Burada həftə boyu deməli ev məsələləri aktual olacaq. Bu ev məsələləri sizin iş və təhsilinizə də yansıyacaq. Bu həm sizin ailə, ev içi məsələləriniz ola bilər, həm də ki mülki hansısa məsələlər ola bilər, hansı ki sizin təhsilinizə və ya işinizə təsir göstərir. Bəzi insanlar da burada deməli işləri belə şeylə əlaqədar ola bilər. Misal üçün ev alqı-satqısı ilə məşğul olursunuzsa, belə şey də mümkündür. Bəzilərində isə evdən işləmək kimi bir şey aktual ola bilər. Deməli, həftə boyu burada sizin biraz nəyisə qısnamaq ya da nəyisə yetərincə etməmək kimi bir durumunuz ola bilər. Yəni qapanma durumu ola bilər. Yəni bu vacib və aktual şeyə çevriləcək və həmçinin də gözlədiyiniz insandan belə şey görə bilərsiniz. Yəni vacib bir insandan, hansı ki sizə vacibdir, o insanın qapanıqlığını və sizə yetərincə nəyisə verməmək, yetərincə sizə addım atmamaq kimi bir xüsusiyyət yarana bilər. Həmçində bu maddiyatla da bağlı olan bir şey ola bilər, hansında ki hər şeydə qıtlıqdır. Yəni həm maddiyatda, həm də ki emosional durumda. Deməli, şəxsi həyatınızda burada sizin deməli gözlədiyiniz hər hansı bir insan varsa, o insandan siz narahatçılıq ala bilərsiniz. Həmçinin də konkret bir insanla bağlı gözləntiləriniz kimi olmaya bilər. Yəni baş verən hadisələr gözləntiləriniz qədər olmayacaq və bu sizə biraz narahatçılıq gətirə bilər. Həmçinin uşağınız varsa, uşaqla bağlı məsələlərdə problemlər yaşaya bilərsiniz və deyək ki, gözlədiyiniz şeylər olmaya bilər. Deməli, həftə boyu burada ev məsələlərindən savayı ailə məsələləri də aktual ola bilər və ailə ilə birlikdə ya da ailə üzvləri ilə birlikdə olan hansısa bir hadisə ola bilər. Amma bu şərt deyil ki, negativ olsun, bu pozitiv də ola bilər, amma bu aktual olacaq. Yəni nəyisə qeyd etmə birlikdə, amma bu ailə üzvü ilə birlikdə hansısa hadisəyə biganə qalmamaq, birlikdə nəyisə etmək aktual olacaq. Bu həm nəyisə qeyd etmə ola bilər, həm də ki hansısa bir hadisəni birlikdə etmə aktual olacaq. Deməli, burada həftə boyu aktual bir mövzulardan biri pul məsələləri olacaq, maddiyyat məsələləri olacaq və maddiyyatla bağlı hər hansı bir gəlişmələr aktual olacaq. Qeyd etmək istəyirəm ki, maddiyatınızda ümumiyyətlə sizin burada məyusluq ola bilər. Nə baxımdan? Ya maddi itkilər ola bilər, ya da ki qazanc olunursa belə bu qazanc sizə çoxlu işgəncə verilərək verilən bir puldur. Yəni deyək ki, elə bir puldur ki, asanlıqla qazanılmır, çətinliklə qazanılır. Həmçində pullarınıza diqqət yetirin, çünki pullarla bağlı hər hansı bir məsələdə problemlər, itkilər və ya duyğusal belə narahatçılıq keçirdə bilərsiniz. Həmçinin də deməli iş və ya təhsilinizdə burada sizə təklif olunan ya da sizin qabağınıza çıxan imkanlar olacaq, amma bu imkanları siz özünüz rədd edə bilərsiniz ya da qəbul etməyə bilərsiniz. Həmçində bəzi insanlarda bu imkanları görməmək ya da görmək istəməmək kimi bir hissiyat yarana bilər. Haçan ki siz istəmirsiniz bunu və görməzdən gəlirsiniz. Həmçinin də deməli amma sizin üçün perspektivlər olacaq iş və ya təhsildə, amma bu artıq sizin özünüzdən asılıdır. Qəbul edəcəksiniz ya yox. Deməli, şəxsi həyatda burada bəzi insanlarda daha çox şəxsi həyat deyil də onların işi ilə ya da hansısa dövlət qurumları ilə bağlı məsələ aktual ola bilər. Bəzilərində isə bu dövlət qurumunda şəxsi həyatla bağlı keçirdikləri narahatçılıq da ola bilər, göz yaşı ola bilər. Misal üçün, evli cütlükdürsə boşanma prosesi ola bilər ya da ki hansısa hadisə, hansı ki dövlət qurumu ilə əlaqədardır, həyat yoldaşınızla
inşallah bu sizin ilişkiyə də təsir göstərir. Belə bir şey mümkündür. Ümumiyyətlə burada belə baxsaq, bəzi insanlarda dediyim kimi dövlət qurumları ilə ilişkidə problem ola bilər. Bəzi insanlarda isə ani gəlişmələrlə, yəni ani gözləmədiyiniz gəlişmə hansı ki sizi şok edir, gözləmədiyiniz bir şəkildə göz yaşı, narahatçılıq gətirir. Burada ümumiyyətlə həftə boyu təzyiq göstərmə və təzyiq alma kimi durum ola bilər. Yəni hansı insandan istəyirsinizsə istədiyiniz addımı etməsini o insan ya etməyəcək, ya da etmək istəməyəcək və həmçində siz özünüz belə bir insana çevrilə bilərsiniz ki, haçan ki təzyiq göstərməli olursunuz, dayanışma durumunda qalırsınız ki, mənim istədiyim olsun, istədiyim kimi davransınlar və başqa insanların qərarlarını ya da addımlarını qəbul etməmə kimi bir hissiyat yarana bilər. Deməli, burada həftə boyu sevindirici hadisələr olacaq. Sevindirici hadisələr bu ola bilər. Həmçinin də istədiyiniz hər hansı bir hadisə, yəni bir hadisə sizə sevindirici, çoxlu emosiyalar bəxş edə bilər. Ümumiyyətcə belə duyğusallıq baxımından gözəl bir həftə sizi gözləyir. Yəni həm insanlardan ya da istədiyiniz şəxsdən hansısa duyğusallıq, duyğusal edici, tətmin edici hisslər ala bilərsiniz. Yalnızca belə sferalara baxsaq, yəni ümumiyyətlə həftə gözəl keçir, amma sferalarda cüzi problemlər yaşana bilər. Deməli, maddiyatınızda və ya maddi hansısa maraqlarınızda istədiyiniz qədərin almaya bilərsiniz. Yəni bununla bağlı söz-söhbətiniz ola bilər ya da söz-söhbətdən irəli gələn hansısa pul itkisi ya da pul əldə olunması ola bilər. Məsəl üçün elə insandır ki, hansısa pulu əldə etmək üçün istədiyi pulu gərək dava etsin. Yəni belə bir şey ola bilər. Bəzi insanlarda isə bu deməli gözlədiyiniz bir xəbərin sizin istədiyiniz kimi alınmaması ola bilər. Yəni bir xəbər gözləyirsiniz, burada tamamilə başqa cür xəbər alırsınız. Deməli, şəxsi həyatınızda burada keçmişdə qoyduğunuz insanlarla bağlı hissləmə, qıcıqlanma hissiyatı yarana bilər. Həmçində ani ayrılıqlar, ani gözləmədiyiniz bir şəkildə dəyişikliklər baş verə bilər, hansı ki sizi qıcıqlandırır. Həmçində də burada əgər heç kəs yoxdursa həyatınızda, bu sizi qıcıqlandıra bilər ki, niyə belə baş verir, niyə istədiyim kimi getmir və ümumiyyətcə bu həftə çalışın ki, heç kəslə ilişki qurmayın ya da ilişki qurduğunuz insanla çox ünsiyyətdə olmayın. Çünki ünsiyyət olduğunuz vaxtda bu sizi qıcıqlandıracaq, narahat edəcək və anidən ayrılığa gətirib çıxardan situasiyalar yarana bilər. Çünki burada ayrılıqla bağlı hissləmə, qıcıqlanma hissiyatı yaranır. Bəzi insanlarda isə bu həyatlarında baş verən hansısa ayrılıq hissləmə duyğusu onların şəxsi həyatına da yansıya bilər. Deyək ki, heç kəs yoxdur, heç istəmirdi. Çünki həyatında o qədər problem var, o qədər insanlarla problemi var ki, hətta dostları ilə elə insanlar var ki, yola gedə bilmir. Ona görə həmin o ayrılıqlar, həmin o problemlər onların şəxsi həyatına da yansıya bilər. Deməli, iş və ya təhsildə burada sizdə öz səhhətinizə diqqət yetirin, həmçinin də iş qurduğunuz insanların səhhətinə diqqət yetirin. Çünki buradan səhhətlə bağlı problem çıxa bilər, ani xəstəliklər, ani belə situasiyalar yarana bilər, hansı ki sizi biraz xəstəlik, həm emosional xəstəlik ola bilər bu, həm də ki fiziki xəstəlik, hansı ki sizin işinizə və ya təhsilinizə yansıyır.